gider canım. Ay solan gül kimi nollar. Ay elini sıran zülfü var. Ya Zehra, ya Zehra, ya Zehra. Ay ya Zehra, ya Zehra, ya Zehra. Sil yeri kaldın yüzünde. Tar oldu dünya verli gözünde. Teş kaldı Heydar bu alemde sensiz. Ahvalım ağla Zehra özünde. Ahvalım ağla Zehra özünde. Kaş bu gamler çalımı aleydi. Bir var bu sözü sen diyesen, ben diyem sıravi adam diye. Bir de var bu sözü Mevla diye. Bir de var bu sözü Hazret diye. Kaş bu gamler çalımı aleydi. Kaş ayağından elini saleydi. Ay Allah, ben öleydim, Fatıma'm kaleydi. İmam-ı Zaman sana okuram. Ben öleydim, Fatıma'm kaleydi. Ay ya Zehra, ya Zehra, ya Zehra. 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 Ey haya iffet libası, salam olsun sana. Hatemin ümmüye bihası, salam olsun sana. Ey Ali'nin kavli zehrası, salam olsun sana. Ey veren sebliyle hakka imtihan, salam olsun sana. Sabri aşkar, kabri gözlerden nihan, salam olsun sana. İndi sensiz neyleyin koydun ya tenha beni. Yandırır yanmış kapım misli gömün zehraları. Sen var idin, aziz idin, yıkmağa dünya beni. Sen bu dünyada giden gün ben de öldüm Fatıma. Ben seniydim sen de ben sende öldüm Fatıma. Ben seniydim sen de ben sende öldüm Fatıma. Bakmağa Zahra utanmadır evde dördüm adımı. O sınan pehluların ateş kadar feryadımı. Zehra ağlarım kanlı gözü düştü zehir gül yadıma. Kaş öleydim Fatıma, bak sen de görmezdim seni. En çetin budur, Hazreti Peygamber'e o halda vermezdim seni. Hansı halini bu
Rozalar çok değilim ama İslam'dan da diye. Axı bu belədir, ay evdə cavanı ölər. Əgər bir evdə cavan alayırsa, balalar yaparlar, ya konuş evdə koyarlar, ya da bir əzizin evine apararlar. Balalar görməsin, analı qorxarlar. Ben bu yaşta bir kəfəndə adam görəndə qorxuram. Gör balaca uşaqlara apararlar, uşaqları qoyarlar bir əzizin evinə. Sən o balalar analı görməyələ. Səlmədir gəldim gördüm Həsəni Sersun aşıq. Ali qısmı verir Zəhraya. Bir mənzərə gördü, üzün qoydu divara dedi Zəhra. İndi bildim neçə günlərdi niyə bir əllik unutdudursa. İndi niyə bildim belbimişim gəzirdir Zəhra. Yana yana dilən ay Zəhra. Bize bir gözünün ucuyla nəzər elə biz qəblələ yana. Axı biz ona yasına gəlmişik. Bir dəfər roza deyəndə bir dəfər yerdən qaldı bizə nə dedi? Dedi ki, əgər biz cəhəlləmə düşəcəyik ya. Ben bilmirəm ki biz cəhəlləmə düşərik ya düşmərik. Bilirsən niyə? Axı bir orada düşmənlər deyərlər. Axı siz həmişə Ali deyirdiniz, burada nə işiniz var? Axı siz həmişə Zəhra deyirdiniz, burada nə işiniz var? Anacan sənə qurban olaq, bizə nəzər eylə. Anacan bizə nəzər eylə, nəzər eylə. Mevladir Zehra'dan sonra evde bütün eşyaları gizlenirdi. Tüm balalar görürdü, gözlerini öldürürdüler. O kadar ağlıyırdılar. Her ne var gizlenirdi ki görmesinler. Ama bir şey var idi, onu gizlenebilirdi. Nedir Ali? Dedi bir şey var idi, onu gizlenebilirdi. Her eve gelende gördüm Zeynep dayanmış yanan kapı yanında. Eledir anamı vurdular. Anam burada mismara battı. Kapının önünde duran hamile bir öğret idi. Kapıyı yandıran işsizler cemaat idi. Eydir anamı burada vurdular. Ya Zehra, ya Zehra. Dolar bize de biz nəzər elə. O ağlayanlar ki var ha. Bir dənə bir rəvayət var. Belə deyirlər ki o ağlayan öz başına dönür. Gələr Hüseyin durar qabağında. Yana yana deyər. O hiss eləməz. Ama yapışar ona da. Deyər o ağlayanlar hələ belə dönür. Hüseyin gələr durar qabağında. Deyər bir sən nə deyər? Deyər o ki gitmişsən əllərdə öləm ağlayla. O mənə. Eşitmişsən başı daldan kesilen o melek. Eşitmişsən kapı dalında kalanın oldu o melek. Balalar yasir düştü o melek, o melek, o melek. Zehra'dan bize de nəzər elə, qurban olaq sənə. Bir nəfərə gör nə cür nəzər edir xanım Zəhra. Bir dənə bir kəndlərin, şəhərlərin birində hər il Aşurada şəbək keçirdərdilər. Bir gün Aşura günü şəbək keçirdərdilər. Bəlkə də bunu eşitmişsiniz çoxuz. Bir dənə Molla Məhəmməd, Molla deyil idi, amma Molla Məhəmməd adında bir şəxs var idi. Bu Şimrin rolunda idi.
2 gün Aşuraya qalmış, gəlib səhnə rəisinə deyir ki, mən bu il Şimir rolunda çəkilməyəcəm. Səhnə rəisi deyir, bəs kişi niyə? Sən 2 gün qalıb, bu rol asan roldur, bu çətindir. Gərək neçə gün qabaq deyərdim mənə, mən bir adam tapıydım bura. Mən necə edim dedi, bəs niyə gəlmirsən? Dedi, mən yaşlı adamam, mən evdə təzə gəlinim var. O ki, Şimir rolunda çəkilirəm, səhnədən sonra 2-3 dənə balaca qızlar, balalar mənə daş atırlar, gülürlər, mən bunu götürə bilmirəm. Day, mən Şimir rolunda çəkilməyəcəm. Səhnə rəisi deyir ki, əgər ki belədir, onda bu şəbih yoxdur. Sənə görə şəbihi dayandırırıq. Səhnə rəisi deyir, sübh namazı idi. Durdum, gördüm, qapım möhkəm döyülür. Qapını açdım, gördüm o Molla Məhəmməd başını divara vura deyir. Elə heydir Zəhra qənət elə bizə. Zəhra bağışla məni, deyir Molla Məhəmməd, nə olub sənə səhər-səhər? Deyir, yatmışdım, yuxuda gördüm, o qabırğaları sınan Zəhra gəldi. Salam verdim, salamımı aldı ama başını aşağı saldı. Buyurdum, Zəhra can, nə olub sənə, niyə qəmcinsən? Dedim, Molla Məhəmməd, heç utanmadın? Dedim, niyə xanım? Dedi, ildə bir dəfə şəbih kesildirsən, 2 nəfər balaca uşaq sənə daş atır götürə bilmirsən. Molla Məhəmmədin çarşı gələydir Kərbəlaya, görəydim mənim balalarıma nə qədər daş vurdular. Ey çarşı gələydim balalarımla nə qədər məsxərə elədilər. O qədər məlun idilər, bax belə idilər. O ki, bütün balaları əsir apararlar, xanımı əsir apararlar. Bilmirdilər necə yara vuralar. Hər bir nəfərin qabağını öz sevənin başına aparırdılar neyzələrində. Xanım Zeynəbin qabağında Hüseyni aparırdılar. Hələnin qabağında bir baş aparıb ürəyi yandırdılar. Ay Muhammed çaş gələydin Kərbəlaya, görəydim mənim balama nə qədər daşlar aldılar. Ey çaş gələydin mənim əvvəl fəzmin başına nələr elədilər. Başına əmid vurdular, dilmədi. Qolları kəsdilər, dilmədi. Ancaq elə heydi deyə Allah mənlər razı qaldır ya. Molla Məhəmməd çaş gələydin Kərbəlaya, görəydin balalarım nə hallara qaldı. Hansı gün idi, hansı hal idi o? İmam gəldi əvvəl fəzilin yanına, bax fərmaviş etdi şah yanıram məlalımə. Əvvəl fəz söylə görüm nə gəlib gül cəmalımə. Baxırdım mən, görmüşəm qolumu kəsdilər, neyzə vurdular, başıma vurdular. Bu nə gəlir cəmalımə, sənin bu üzümən nə olub əvvəl fəz? Hara deyib, hara sürdürüm, nə haldasan sən? Fərmaviş etdi şah yanıram məlalımə. Əvvəl fəz söylə görüm nə gəldi gül cəmalımə. Gördü qollar qələm olub Əbbas gözündən ox dəyib bildim. Başından ahən əmud dəyib bildim. Qolların qələmdir eyb eləməz. Amma dönən görüm cəmalımə nə gəldi. Bax fərmaviş etdi şah yanıram məlalımə. Əvvəl fəz söylə görüm nə gəldi gül cəmalımə. Dedi Hüseyin zan, ərz eylədi şah deyərəm leş qəm yemə. Amma bir xahişim var, bu adamı yandırar. Hüseyin zan deyəcəm nə gəldi üzünə. Amma bir xahişim var, nə deyəmərlər? Hüseyin zan xahiş edirəm zənlə, bu halimi bacım Zeynəbə demə. Bacım bilsə ürək yandırar. Hüseyin can qurban olur, bu halimi Zeynəbə demə. Qoy deyim cəmalımə nə gəldi əvvəl fəz. Yara dəyər, bu rəsmidir sərdara cəngülə. Bu belədir, hər bir sərdara yara dəyər. Yara dəyər, bu rəsmidir sərdara cəngülə. Hüseyin can, axı aqdan düşəndə ayağım qaldı zəngülə. Ayağım ilişdi qaldı, atlar məni sürdü zəngülə. Uca dilən ya Hüseyin, Hüseyin.
Hüseyin can, Hüseyin can. Hasibdi badim halib çəməndə ay qardaş. Qardaş ölənlər bağışlayarım mən. Burada bilirəm, bəzilərin şəxsən tanıram. Qardaşları dünyadan gedir, özləri bilirlər, burada tanıyanlar da bilirlər. Ya Rabbel Alemin, hər kimin qardaşı dünyadan gedir. Bu məclisdə sənə dua edirik. Qardaşlarımızın günahlarını əfvi qələm eylə. Onları əvvəl süfrəsində qonaq eylə. Niyə? Qardaş qəmi Allah ürəklər yandırandır. Qardaş qəmi Allah ürəklər yandırandır. Həsrət gözülməzdi, yaman bel sındırandır. Qardaşsız insan dəhridə tənhadır Allah. Dünya canı canlar alan dünyadır Allah. Bir dənə də bunu deyib qardaşı burada olmayanlar, hər istəyəndə qəbrinə gedə bilməyənlər üçün. O dünyada gedən qardaşın sözü budur. Əzizləmə yarar yerə, bülbül gələr arar yerə. Deyərək mənim qardaşım, könlümə mən düşərsən, gələrsən mən yatan yerə. Könlümə mən düşəndə, gələrsən mən yatan yerə. Əsibdi badim xalib çəməndə ay qardaş. Söz budur, roza budur. Qiyamət idi xeymələrdən gələndə ay qardaş. Tu gedək xeymələrə. Bilirsən xeymələrdən nə qiyamət idi? Bax, Allah haqqı yandırır bu söz məni. Tu gedək xeymələrə bax. Qiyamət idi xeymələrdən gələndə ay qardaş. Yanırdı teşlərinlə dodaqlar ay qardaş. Bilirsən nə vəziyyət idi? Ürək verirdi rübabə uşaqlar ay qardaş. Ne deyirdilər Hüseyin? Deyirdilər ağlama, ana baban da dincələcək. Gedib əlim suya, indi əlində suyla gələcək. Gedib əlim suya, indi əlində suyla gələcək. Amma belə olmadı. Bu Nuh'a yox idilər. Bir mən deyərəm inşallah, sonra sinə vurarım. Gəldi bilirsiniz xeymələrə, Kərbəlada olanlar görüblər. Əvvəl xeymə bəlbəz xeyməsidir. Gəldi sütunu aşırtdı yerə. Xanım Zeynəb nə dedi? Hanı mənim qeyrətli ələmdarım, hanı mənim əbəlbəzim Hüseyin, hayanda deyə bəlbəz. Elə yana yana dedi Zeynəb. Yıxılıb Nahr-ı Fərat üzlə belim sızı Zeynəb. Aləm darıldı, boyanıbdı qaləm, vəfalı sərdarı, libayı Qur'anı aləm darıldı.